Adi kameralar üçün hər şey sadəcə işıq və kölgədən ibarətdir. Onlar dünyanı görür, amma anlamırlar. Onların obyektivində bir yarpağın tərpənişi ilə bir insanın hərəkəti arasında heç bir fərq yoxdur. AI kamera isə düşünür və analiz edir. Bu cihazların içərisindəki çiplər dərin öyrənmə algoritmləri ilə minlərlə real obyekti tanıyır. Standart kamera kadrda sadəcə hərəkət görürsə, AI kamera o hərəkətin bir insana yoxsa bir avtomobilə aid olduğunu bir saniyədən də az müddətdə analiz edir. Amma əsl möcüzə arxivdə axtarış verəndə başlayır. Günlərlə qeydə baxmaq məcburiyyətində deyilsiniz. AI-da sadəcə mavi papaqlı insan və ya ağ avtomobil deməyiniz kifayətdir. O minlərlə saatlıq çəkilişin içindən lazım olan detalı saniyələr içində tapıb qarşınıza qoyur. Yəni biz sadəcə qeydə aparan deyil, hadisələri analiz edən və vaxtınıza qənaət edən sistemlərdən danışırıq. Görmək hər kameranın işidir. Ağlamaq isə intellekt tələb edir. Sizin seçiminiz hansıdır? AI yoxsa adi kamera?